Bir çoxlarınız internetdə bu videonu görüb burun genişləndiricilərini taxdıqdan sonra daha yaxşı nəfəs almaq olar. Həqiqətdə də bu belədir. İndi öz üzərimdə sınayacağım. Bunlar burun genişləndiriciləridir. İnternetdə sifariş etmək olar. İçərisində belə maqnitləri var və fərqli burun genişləndiriciləri var. Burnunuzun ölçüsünə görə dəyişir. Bu maqnitləri burun qanadlarının sağ və sol tərəflərinə yapışdıraraq fiksə edirsiniz. İndi isə burnunuzun uyğun olan bir genişləndiricini taxırsınız və görürsünüz necə təsir eləyəcək. Həqiqətən də daha yaxşı nəfəs alırsan, burunun geniş olduğunu belə hiss eləyirsən. Çox heyif ki, bu burun genişləndiriciləri dayanıqlı bir effekt vermir. Məsələn, düşünsəz ki, gecə vaxtı bunları taxıb yatacaqsınız. İnandırım sizi ki, 1 saatdan sonra əliniz dəyərək bunu qırağa atmış olacaqsınız. Və yaxud da idman zamanı bundan istifadə etsəniz, aktiv şəkildə qaçdığınız zaman bunlar sürüşüb düşə bilər. Əgər siz burun genişləndiricidən istifadə edirsinizsə və daha yaxşı nəfəs alırsınızsa, bu onun göstəricisidir ki, sizin burnunuzda hər hansı bir problem var. Bu, burun klapanlarının ensiz olması və yaxud da ki, burun çəpərinin əyri olması və s. Buna görə də qulaq-burun-boğaz həkiminə müraciət etməyi məsləhət görürəm ki, sizin probleminizi həll eləsin və nəfəs almanız uzun ömürlü olsun.